Yuxuda at görmək ümumiyyətlə uğur, G3C, azadlıq və irəliləyiş rəmzi sayılır. Lakin yuxunun mənası atın rəngi, vəziyyəti və sizin onunla necə qarşılaşmağınızdan asılı olaraq dəyişə bilər. Atın rənginə görə yozumu, ağ at, xeyirxahlıq, uğur, xoşbəxtlik, təmizlik və saflıq əlamətidir. Yaxın gələcəkdə sizi gözəl sürprizlər və ya müsbət dəyişikliklər gözləyir. Qara at, sirr, gizli təhlükə, gözlənilməz dəyişikliklər və ya güclü ehtiraslara işarə edə bilər. Diqqətli olmaq və instinktlərinizə güvənmək lazımdır. Qəhvəyi at, balans, sabitlik, etibarlılıq və praktikliyə işarə edir. Həyatınızda müsbət bir DÖV başlayır və ya mövcud vəziyyətinizdə irəliləyiş əldə edəcəksiniz. Kürən at, enerji, həvəs, ehtiras və cəsarət simvoludur. Yeni başlanğıclar üçün əlverişli zamandır. Boz at, müdriklik, təcrübə, təmkin və daxili gücünüzü ifadə edir. Həyatınızda mühüm qərarlar vermək ərəfəsində ola bilərsiniz. Atın vəziyyətinə görə yozumu, qaçan at azadlıq arzularınızı, həyatda sürətli irəliləyişinizi və ya iddialı məqsədlərinizi göstərir. Sizi təqib edən at. Qorxularınız, təzyiq hiss etdiyiniz bir vəziyyət və ya keçmişdə buraxdığınız bir şeyin sizi hələ də narahat etməsi kimi yozula bilər. Atı minmək. Həyatda nəzarətin sizin əlinizdə olduğunu, özünüzə güvəndiyinizi və məqsədlərinizə doğru irəlilədiyinizi göstərir. Atın yıxılması. Qarşılaşacağınız çətinliklər, uğursuzluqlar və ya gözlənilməz maneələr kimi yozula bilər. Ancaq ruhdan düşməməli və mübarizənizi davam etdirməlisiniz. Yaralı at. Zəiflik, incinmə və ya müəyyən bir sahədə çətinlik çəkdiyinizi göstərir. Ölü at. Həyatınızda bir dövrün sonu, isitiyinizi göstərir. İsitiyinizi göstərir, kədər və ya dəyişikliklərin qəbul edilməsi kimi yozula bilər. Yuxudakı digər detallar. Yuxunuzda atla bağlı digər detallar da yozumu dəyişdirə bilər. Məsələn, atın yəhərlənməsi, atla danışmaq, atın sürüsü, atın otlaması və spayin. Bu kimi detalları xatırlayaraq yuxunuzun yozumunu daha da dəqiqləşdirə bilərsiniz. Bu yozumlar ümumi xarakter daşıyır və hər bir insanın yuxusu onun fərdi təcrübələrinə, inanclarına və həyat şəraitinə əsasən fərqli mənalar daşıya bilər. Yuxunuzu yozarkən öz intuisiyanıza da güvənməlisiniz. Belə videoların davamı üçün videonu bəyənib kanalıma abunə olmağı unutmayın.